Hepinize sağlam. Bugün Minecraft'ta doğum günü vlog çəkirəm. Bu isə evimin fragmanıdır. Sizə xoş izləmələr. Baxın, sonra davam edəcəyik. Və bu da mənim doğum günü vlogumdur. Bu gecədir qalxdım. Səhər tezdən durub gedirik. Bəzi şeylər almalıyam. Bunlardan ən vacibi isə tortdur. Tez bazar ellərimi yuyuram. Çünki bu günü tez getməliyəm restorana. Ellərimi yudum. Sonra isə uşaqları heç bir şey yemək falan yemədən tez bazar gedib çox belə sadə deyə bir kombin eləyirəm. Çox dəhşət dərəcədə sadə, üst alt sadə bilən kombin eləyirik. Bu sadə kombini elədikdən sonra isə tez bir vəziyyətdə yol alırıq baqqala. Baqqal yanımda açılıb çox rahat bir baqqalda nə axtarırsınızsa satılır. Arxa tərəfdə isə mini sədərək var. Deməli, bura baqqaldır. Keçdik, bir dənə tort götürdüm. Gəldim. Keçən dəfə məndən əlavə pul almışdı baqqalcı, onun puluna görə onu ödəmədim. Əvvəlcədən yığmışdım zaten onu. Tez bazar arkadaşlar getdirik. Tortu qoyuram kuxnaya. Tortu kuxnaya qoyduqdan həmən sonra 1-2 atışdırmalı bir şeylər yeyirəm. Çünki acından ölürəm burada. Qəşəng dadlı şeylər yeyirik. Acım aldığım bəzi atışdırmalardır. Daha doğrusu bəzəməyə verdiyim restorançı, daha doğrusu mən bunları bəzəməyə vermişdim. Bəzəyən insana vermişdim. Ondan biraz qalmışdı. Qəşəng bir dənə uşaqları kombin eləyirəm. Çox qəşəng şeylər almışdım. Tatlı. Baxın necədir. Məncə çox şirin bir kombin elədim. Düşünürəm ki, çox gözəldir və yollanırıq hara? Doğum günü məkanına. Doğum günü məkanı mənə biraz uzaq idi uşaqlar. Nə qədər yol getdim. Birazın ayaqla getdim bir çox hissəsini. Qalan isə qatarla getdim. Tortumu əlimə alıb yollanırıq restorana. Çox əyləndim və buradan sizə tüyo verirəm. Gedirik. Çox əyləncəli bir şey olacağını düşünürəm. Vloguydu məncə. Bir də sizə bir şey demək istəyirəm. Son videoma baxın. Sonuncu videoma sonunda evim yanır. Heç baxmamısınız. Halbuki çox maraqlı idi. Və doğum günüm. Çok elədim, indi isə oyun oynayıram.
günümə skeleti və bu çəhrayı yaratıqları daha doğrusu çağırmışdım. Çox əğləndik.